Bugün illər boyu şüur altımızda yaşayan bir hissin tam əksini yaşadım. Səhər ürəyim 2 qat həyəcanla döyünürdü və bu həyəcan mənə bugün ona anlattı ki, qız anası olmaq, oğul anası olmaqdan daha asan imiş. Mustafa bugün məndən çox uzaqlarda, Antalyada Muay Thai üzrə Avropa çempionatında iştirak eləyirdi. Öyrəşmişəm uşaqların hər yarışında, hər tədbirində, hər addımlarında yanlarında olmaq və bu dəfə Mustafanın yanında ola bilmədiyimə görə 2 qat həyəcan keçirirdim. Burada Leylini festivala hazırlaşdırıram, amma digər tərəfdən tam fikrim Mustafanın yanındaydı. Mustafanın ilk beynəlxalq təcrübəsi idi və qalib olmadı. Mən qalib olmamağına üzülmürəm, əksinə sevinirəm ki, qalib olsaydı növbəti qaliblə vuruşmalı olmalıydı və bu da daha ağır döyüş deməkdir. Ona görə düşünürəm ki, hər nə olursa yaxşılığa doğru olur. Növbəti dəfə üçün daha yaxşı çalışar, səhvləri üzərində işləyər və qalibiyyətlə qayıdar. Alqış səhnəyə çıxa bilənlər üçündür. Bu yaşda, bu qədər festivallarda, yarışlarda iştirak edib vətənini layiqincə təmsil edən bütün uşaqları ayaq üstündə alqışlayıram. Övladlarımızın səhnədə bu qədər gözəl parıldaması və uğurlu olması üçün əlindən gələni əsirgəməyən trener və xoreoqraflara isə ayrıca təşəkkür edirəm.